24 may 2026-cı ildə qəbula düşmüş sualın izahına baxırıq. Sualın şərti belədir. AB xətti üzrə relyef profilinə uyğun olan diaqramı müəyyən edin. Nəzərə alın ki, kesmə yüksəkliyi 5 metrdir. Şəkildə bizə relyef profili verilib və həmin relyef profilində A nöqtəsini və B nöqtəsinin hündürlüyünü müəyyən edib, diaqram üzərində qeyd etməliyik. Yəni, hər birinin hündürlüyünü ayrı-ayrıda tapmalıyıq. Və verilmiş relyef profilinə baxırıq ki, buradan bilirik ki, bizim artıq relyefimiz təpədir. Bunu necə təyin edirik? Əgər xətlər horizontallardan kənara doğru çəkilibsə, bu deməkdir ki, relyef tipimiz təpədir. Yox, əgər daxilə doğru çəkilsəydi, relyef tipimiz dərə olacaqdı, yəni ki, çökmə. Relyef tipimiz təpə olduğu üçün zirvədən yamaclara doğru hündürlük azalır. Yəni ki, hündürlüyü çıxacaq və bunu eyni zamanda kənar horizontallardan da bilmək olur. 110, daha sonra isə 100 horizontalları qeyd olunub. İndi isə biz A və B nöqtələrini tapmalıyıq. Kesim yüksəkliyimiz 5 metrdir və kənarlara doğru isə hündürlüyü azaldığına görə çıxacaq. A nöqtəsinə ən yaxın horizontal 100 horizontalı qeyd olunub və 100-dən 2 sonraki horizontal A nöqtəsidir. 100-dən əvvəlcə 5 metr çıxırıq, olur 95 metr. A ikinci horizontalda yerləşdiyi üçün 95-dən də əlavə bir 5-i çıxırıq və 90 metr. A nöqtəsi 90 metr hündürlüyündədir. B nöqtəsinə isə ən yaxın horizontal 110-dur. 110-dan sonraki ilk horizontal B nöqtəsi olduğu üçün 110-dan 5 çıxırıq və eləyir 105. A nöqtəsi 90 metr, B nöqtəsi isə 105 metr oldu. Doğru cavab isə burada. A'nın 90 olduğu D variantıdır. D variantına A 90, B isə 110 və 100 arasında yerləşib.